Deyir, Qədir gecəsində Pərverdigar aləmin əmri budur ki, bütün mələkələrin hamısı, göğün mələkələri də gəlsinlər yer üzərində əsrin hüccətin ziyarət etsinlər. Necə Peyğəmbərin zamanında Peyğəmbəri ziyarət edirdilər, necə mələkələr nazil olurdu, Peyğəmbəri ziyarət edirdilər. Həzrət buyurdu, məndən sonra Əmirul Müminə işarə etdi, buyurdu, bu insanı ziyarət edəcəklər. Deyir ki, mələkələr gəlir, imama nazil olur. Məsum imama nazil olur. Peyğəmbər vaxtı Peyğəmbərə nazil olur. Peyğəmbərdən sonra imamlara nazil olur. İndi də 12-ci imama nazil olur. Mələkələr gəlirlər yerə. Deyir, bir-birlərinə salam verirlər. Mələkələr hamısı bir-birlərinə salam verirlər. Möminlərə də salam verirlər. Qulaqlar var, eşidir. Qulaq da var, mənim qulağım kimin kardır, eşitmir. Gözlər var, görür. Göz də var, görmür. Bir insan deyir, onun barəsində yazılıb bir kitab mən orada oxudum. Özü deyib ömrünün axırlarında, deyib indiyə qədər olmadı ki, mən gedəm məşədə, keçəm hərəmin içinə, İmam Rıza aleyhisselamə salam verəm, amma cavab eşitməyəm. Olmadı. Hər vaxt gedirdim, salam verirdim, cavabı deyirdi, eşidirdim. Bilirdim ki, mənim salamımı aldı. Qaytardı mənə salamımı. Əşhədü ənnəkə təşhədu məqami və təruddu salami. Şəhadət verirəm ki, məni görürsən, mənim salamımın cavabını alırsan.